Şeir yazmışam. İstəyirəm oxuyum dolanışığımızdan, yaşayışımızdan. Yəni ki, elə balaca bir obyektdə 40 nəfər adam işləyir. Görün bizim ölkədən nə qədər adam gəlib burada işləyir. Bəlkə də yazdığım şeir üçün məni dara çəkəcəklər, incidəcəklər. Bəlkə həm də neynənsə şərləyib məni qısa bir müddətdə həbs edəcəklər. Buna baxmayaraq yazmışam yenə. Mən də bir sakinəm, gəlmişəm dilə. Ölkədə haqsızlıq baş alıb gedir, ölürük acından olmaz belə. Kasıbın pulu ilə tikir imarət, hansısa bir məmur balası üçün. Millətin hər günü zülmət, zəlalət, dərman ala bilmir yarası üçün. Efirlər dağılır, çoxu soyunur, qeyriyyət çəkə bilmir ata-analar. TikTokda çoxalıb gedir, ölkəmizdə qəhvələr. Ayıqdır, bəstürün, yığışın daha. Qeyriyyətdə oğullar itirmişik biz. 35 yaşında inan Allaha 70 yaşımızı bitirmişik biz. Bu qədər çətinlik, bu qədər əsəb, uşağa bir paltar ala bilmirəm. Qürbətə gəlməyimə nədir ki səbəb? Mən bəqəm ölkəmdə qala bilmirəm. Nə qədər oğullar düşüb didərgin, çöllərə bir təkə halal çörək üçün. Telefonda danışıram, uşaq darıxır, məni qucaqlayıb ata demək üçün. Məktəbin hər günü 2 manatdır. Vallah baxa bilmirəm uşaq üzünə. Mən necə deyim ki, sənin pulunla bir oğraş imarət tikir özünə. Ölkədə çoxalıb haram yiyənlər, bu səbəbdən çoxu azıb yolunu. Dünən də bir çıxıb efirdə deyir ki, neynirsiniz uşaqlar? Çoxdur Mir Şahin kimi azğın adamlar, bu qara cəmaata əziyyət verirlər. Yağlanıb girirlər o məmurlara, kiminsə sözünə qüvvət verir. Niyə biz bir yerə çəkic vurmuruq? Hərəsi bir tərəfə danışıb gedir. Vətəndaş ölkədən edir imtina, başqa yad bir ölkəyə yığışıb vurur. Toylar, meyxana, boş-boş söhbətlər, axı siz şairsiniz, haqqı danışın, bəs edər dövlətə yaltaqlıq etdiniz, bir dəfə xalq üçün nəsə çalışın. Düzdür, mən yazmışam bir-iki kəlmə, bir tək mən deyiləm, hamı belədir. Bu qara cəmaat danışa bilmir. Dubinka baxımdan orqan yekədir. Dubinka baxımdan orqan yekədir. Sağ olun, qardaşlar. Allah